Nəhayət, mən də hər kəs kimi hərbi xidmətə gedəcəyəm. Vətənimi qoruyacağam. Bu mənim borcumdur. Ayaqlarınızı yerə qoyun. Yaxşı. Müayinə nəticələrinə əsasən sizdə yastı pəncəlik var. Tibbi qaydalara əsasən siz hərbi xidmətə yararsız hesab olunursunuz. Biz bunu necə fərq etməmişik? Axı uşaq normal yeriyib, qaçıb, məktəbə gedib, idmanla məşğul olub. Əvvəlcə bir məsələni dəqiqləşdirək. Uşaqlarda yastı pəncəlik əksər hallarda patoloji hal deyil. Uşaqlarda ayaq tağı 5-6 yaş arasında formalaşmaması normaldır. Bu yaşlarda ayaq altında olan pi yastıqcıqları və bağ aparatının elastikliyi fonunda pəncə düz görülə bilər. Ayaq tağı uşaqlarda 6-10 yaş arasında formalaşır. Bəzi uşaqlarda bu hətta yeniyetməlik dövrünə qədər uzana bilər. Ən çox rast gəlinən forma flexible, elastik yastı pəncəlikdir. Bu halda uşaq barmaqları üstə dayananda tağ görünür, ayaq üstə dayananda isə düzləşir. Bu hal ağrısız olur və xüsusi müalicə tələb etmir. Burada əsas meyar ayağın görünüşü deyil, funksiyasıdır. Pediatrik praktikada aşağıdakı hallar diqqət tələb edir. Uşaqların pəncəsində, topuğunda, dizlərində, aşağı ətraflarında olan ağrılar, yeriyən zamanlarda, qaçan zamanlarda axsamalar və yaxud da yıxılmalar, ayağın sərt və hərəkətsiz olması, pəncənin birində yastı pəncənin müşahidə olunması. Bu hallarda mütləq həkimə müraciət etmək və vəziyyətə görə müayinə və müalicə təyin etmək çox vacibdir. Xüsusilə sərt yastı pəncəlikdə ciddi müayinə və müalicə tələb olunur. Ağrısız flexible yastı pəncəlikdə xüsusi ortopedik müalicə, ortopedik ayaqqabı və sərt içiliklər istifadə etmək məsləhət görülmür. Tövsiyə olunur rahat və düzgün ayaqqabının seçilməsi, pəncə və ayaq əzələlərinin gücləndirilməsi, artıq çəki varsa onun aradan götürülməsi və həqiqətən aşağı ətraflarda ağrı müşahidə ediriksə, ortoped konsultasiyasına getmək. Müalicənin məqsədi estetik düzəliş deyil, burada əsas məqsəd uşağa komfortlu və rahat həyat bəxş etməkdir. Yastı pəncəlik uşaqlarda tez-tez rast gəlinir, çox hallarda funksional vəziyyət kimi dəyərləndirilir. O vaxta kimi əgər uşağın inkişafında, aşağı ətraflarında, pəncəsində, oynaqlarında, aşağı ətraf əzələlərində ciddi bir ağrı yoxdursa, narahatçılıq yoxdursa, o zaman funksional vəziyyət kimi dəyərləndirilə bilir. Əks halda aşağı ətraflarda ağrı, pəncədə ağrı, aşağı ətraf əzələlərində ağrı, diz oynaqlarında ağrı, pəncədə ağrı müşahidə olunarsa, mütləq həkimə müraciət etmək və vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Unutmayaq, hər yastı pəncə patoloji hal deyil. Əsas məqsəd uşağa rahat, sağlam və komfortlu həyat tərzi bəxş etməkdir.